Bir ayda rusca öyrənməyə çalışırıq. Artıq 8-ci günümüzdür və haradaydın sualına cavab verməyə çalışırıq. Dünənki dərsimizdə harada suala cavab verdik. İndiki zaman üçün bugün keçmiş zamanı da öyrənirik. Bunun üçün ya был kişilər üçün, ya была qadınlar üçün, мы были cəm forması üçün istifadə edirik. Keçmiş zamanda şəxs yoxdur, sadəcə cinslər var. Məsələn, örnək verəsi olsaq, где ты был вчера утром? Dünən səhər hardaydın? Bunu hər hansı bir oğlandan soruşuram. Məsələn, deyirəm, я был дома, mən evdəydim. Qızdan soruşsam, где ты была вчера утром? Dünən səhər hardaydın? Я была дома, mən evdəydim. Я была на собрании, mən iclasdaydım. Cəm üçün soruşsam, где вы были вчера утром? Dünən səhər hardaydınız? Мы были в школе, biz məktəbdəydik. Yaxud da мы были дома, biz evdəydik. Bu şəkildə istifadə edə bilərik. Və yaxud da deyək, где ты был вчера днем? Dünən günorta hardaydın? Я был на работе, mən işdəydim. Qızdan soruşsam, где ты была вчера днем? Dünən günorta hardaydın? Я была на работе, mən işdəydim. Я была в офисе, mən ofisdəydim. Я была в центре города, mən şəhərin mərkəzindəydim. Bu şəkildə istifadə edə bilərik. Eyni qaydada он был və yaxud da она была kimi istifadə edə bilərik. Məsələn, где он был вчера днем? Dünən günorta o hardaydı? Məsələn, deyək ki, он был в больнице. O xəstəxanadaydı. Потому что заболел. Çünki xəstələnmişdi. Где она была вчера днем? Dünən günorta o hardaydı? Yəni qız hardaydı? Deyək məsələn, она была в аптеке. O aptekdəydi. Və yaxud da başqa yerlərdə deyə bilərik. Она была в компании. O şirkətdəydi. Она была на уроке. O dərsdəydi. Bu şəkildə istifadə edə bilərik. Və yaxud da вечером. Şəxslər də qoya bilərik. Məsələn, где были ваши родители вчера вечером? Dünən sizin valideynləriniz hardaydı? Они были на свадьбе. Onlar toydaydılar. Və yaxud da где вы были вчера вечером? Dünən axşam hardaydınız? Мы были на дне рождения Руслана. Biz Ruslanın ad günündəydik. Bu şəkildə istifadə edə bilirik. Gələn dərsimizdə də gələcək zamanında öyrədəcəm.